Salam benim kanalımın seyircileri. Kalabalıkta kaynayan kazanın içinde ne baş verdiğin beyin analiz elemeye vaxt tapmır. Necə deyərlər, klipsal düşüncə ilə düşünür, dərk eləyir. Yəni klipdəki kadrlar dəyişir, 1, 2, 3. Həyatı dərk eləmək üçün, baş verənləri anlamaq üçün mütləq ki, gərək bir ürəyimiz istəyən köşəyə küncə çəkilib nə baş verdiyin analiz eləyək. Həyatımızda nə çatmır, nə olsaydı daha yaxşı olardı. Ümumiyyətlə mənim var olmağımın, yaşamağımın anlamı nə? Belə bir zəmində bir şeir gəldi və heç bir romantik mahnısız filan bu şeiri oxumaq istəyirəm. Oturub bir köşədə həyatıma baxırdım. Bu bir melodramadır. Qəfil ürəkdən gülür, gah da ki ağlayırdım. Oturub bir köşədə həyatıma baxırdım. İtirdiyim ömrümdən daha qiymətli, gözəl, cəvahir gəzir gözüm. Anamı axtarırdım. Anamı axtarırdım. Yəni oturub həyatı düşünürsən, nə baş verdi, niyə oldu, nə çatışmır, nə olsaydı həyatında özünü tam hiss eləyərdin. O, hər bir insanın həyatı melodrama. Baxanda görürsən ki, yeri çatışmayan, əvəz olunmayan kimdir? Əlbəttə ki, ana. Bu qədər.